Kənardan baxanda bəzi anlar eyni görünür. Eyni sözlər, eyni susqunluq, eyni acılar və eyni ayrılıq. Amma heç kim bilmir ki, hər ürək o anı öz keçmişinin kölgəsi ilə yaşayır. Çünki insan yaşadıklarını olduğu kimi deyil, yaraladığı yer qədər hiss edir. Kimi üçün sadə bir veda, kimi üçün içində qırılan bir ömürdür. Ona görə də ən dərin hisslər səssiz qalır. Ən böyük ağrılar görünməz olur. Elə bəlkə də insanı ən çox yoran şey heç kimin görmədiyi o ağrı acı ilə bir ömür yaşamaqdır. Bir ömür